McDonald's, KFC, Misir Parkı, Heydər Parkı, 2 nömrəli məktəb, 9 nömrəli məktəb, bütün yaşayış obyektlərinə yaxın bir məsafədə sizlərə şəxsi tikili 3 mərtəbə, 4 otaqdan ibarət tam dolu əşyalı 228.000 manata kupçalı mülk təqdim edirik. Dəyərli dostlarımız, mülkümüzün 7/24 kamera nəzarəti və domofon sistemi var. Geniş bir şəkildə həyətyanı sahəsi, həyətyanı sahə tamet daşlarla örtülüb, gecə həyətin işıqlandırılması üçün plafonlarına kimi vurulub. İkinci mərtəbəyə qalxan beton pilləkənlərdir. Mərtəbələr arası monolit betondur, dəyərli dostlarımız. Burada yerləşir qaraj sahəsi, əlavə otaq kimi də yarada bilərsiniz. Qaraja pultla idarə olunan jalüz qapı və kaletka qapı qoyulub, dəyərli dostlarımız. Evin yanına da keçid etmək mümkündür. Həyətində də 2 ədəd gözəl palm ağacı var, gözəl palm ağacı. Qəşəng istirahət eləməyə stol stulu 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz, dəyərli dostlarımız. Hal-hazırda padval sahəsi ilə sizləri tanış edirik və evin yanına keçid etmək üçün, dəyərli dostlarımız, boş sahə yaradılıb. Buranın da kamera sistemi var. Keçək evin daxilinə doğru. Geniş bir şəkildə həyətyanı sahəsini bir daha sizlərə təqdim edirik. Dəyərli dostlarımız, həyətinə sərbəst şəkildə bir neçə avtomobil daxil etmək mümkündür. Bismillah eləyək, keçək evin içərisinə doğru. Geniş bir şəkildə dəhliz var. Dəhliz sanitar qovşaq istipolla təchiz olunub. Dəyərli dostlarımız, evimizin, mülkümüzün stili sistemi kombi vasitəsiyləndir. Girişdən sağda 2-ci, 3-cü mərtəbəyə qalxan pilləkənin sahəsinin altında yerləşir kombi aparatının yeri. Solda qonaq otağı, mətbəx və sanitar qovşaqdır. Hər mərtəbənin də özünə məxsus sanitar qovşağı mövcuddur. Pilləkənin altı kladovka kombi aparatının yeri orada nəzərdə tutulub və birinci mərtəbənin, ikinci mərtəbənin, yəni yaşayış olan yerin sanitar qovşaq sahəsi, hər bir mərtəbə monolit betondur, dəyərli dostlar. Tam dolu videoda görülən əşyalar evin içərisində qalacaq. Qiymət isə 228.000 manat təşkil edir. Çox böyük bir kvadrata malik evin qonaq otağı var. İstilik sistemin xətti bağlanılıb. Gözəl bir tvistin sahəsi var. Ev sahibi bildirdi ki, tvistində 8.000 pul vermişəm. Qardaş, illərin tvist televizorudur. 2 ədəd kondisioner sahəsi var, 80 kvadratlıq və 100 kvadratlıq. Bütün əşyalar evin içərisində qalacaq. Pəncərəsi də öz həyətyanı sahəsinə baxır. Bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüb. Keçək xanımların sevdiyi mətbəx sahəsinə. Mətbəx, dəhliz, sanitar qovşaq, istipoldur. Gözəl bir mətbəx sahəsi yığılıb, səlqəli bir mətbəx sahəsi, jalüz pərdələrinə kimi vurulub. Hətta mətbəxdə də televizor sistemi var, dəyərli dostlarımız. Bütün əşyalar evin içərisində qalacaq. Ev sahibi şəxsi pal-paltarını götürüb çıxır. Qiymət 228.000 manat təşkil edir. Real müştərilərə cüzi endirim nəzərdə tutulub. 2 və 9 nömrəli məktəbin tam yaxınlığındadır. Keçək sonuncu 3-cü mərtəbəyə doğru. 3 yataq otağı 3-cü mərtəbəyə aiddir. Sanitar qovşaq və eyvana keçid. Hətta qeyd edeyim ki, dəhlizə gözəl 80 kvadratlıq, 100 kvadratlıq kondisioner sistemində qurulub. Geniş bir şəkildə dəhlizdir. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Burada yerləşir çox böyük bir kvadrata malik yataq otağı. Bu yataq otağında özünə məxsus TV xətti və televizoru var, dəyərli dostlar. Pəncərəsi də öz həyətyanı sahəsinə baxır. Bir daha qeyd edirəm ki, videoda görülən bütün əşyalar evin içərisində qalacaq, dəyərli dostlarımız. Hər mərtəbədə monolit betonla üzlənilib. Keçək digər otaqlara doğru. 3-cü mərtəbənin ikinci yataq otağı ilə sizləri tanış edirik. Pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdədir. 3-cü mərtəbənin 3-cü yataq otağı. 3-cü mərtəbənin sanitar qovşağı ilə sizləri tanış edirik. Tam təchizatlı bütün aksesuarlar quraşdırılıb hazır vəziyyətdədir. 228.000 manata kupçalı sizlərə
Tam prospekt yolun üzərində şəxsi tikili mülk təqdim etdim. Səhifəni bəyənib, like etməyi unutmayın. Videoları izləmədə qalın, dəyərli dostlarımız. Bir-birindən gözəl, mükəmməl sizlərə mülklər təqdim edəcəyik. Sağ olun, sağlıqla qalın.